Bir sujet hazırlamışıq. Mehriban xanımla bərabər bizim müxbirimiz Aytac bir yerə gediblər və indi görəcəyiniz bu sujet çəkilib. Gəlin diqqətlə monitora baxaq. Cavan bacı itirib, sonra cavan qardaş itirib, sonra da ata itirmək. Ölüm haqdır, hər kəsin qapısını döyər, amma sadəcə indi bizim qapıda biraz erkən döyülüb. Ailəm üçün mən öz ailəmi də dağıtmışam. Ailəm mənim canımdır. Mən ailəmə görə öz həyatım üçün çox şeylər itirmişim. Deyirlər, torpağın üzü soğuqdur, düzdür. Qatılıram bu ki, amma o qəlbdə ki var, panik ataq xəstəliyinə də tutuldum. İllərdir artıq o məndədir, 16 idi. Bəzən olub ki, tək gəlmişəm bura. Tək ağlamışam, tək ürəyimi boşaltmışam. Qardaşıma deyirdim, geri dön, elə bu saat bu an, ümidüm solmadan, nə olar gec olmadan geri dön. Rahat yat, balaların yaxşıdır, nəvələrin böyüyür, hansı ki özü görməyib. Bacıma da o sözü deyirdi, rahat yat. Atama da deyirdim ki, ən sonumuz sizin yanınızdır, rahat yatın. Kimi qaytıra bildim, nə atamı, nə qardaşımı, çox gənc bacımı qaytıra bilməmişim. Üçü də eyni qəzədə. Geri dön, dön bu həsrəti bitir, tez ol özünü yetir, ömrümə maraq gətir, geri dön. Dön ki gör sensizlik bir qara qorxu imiş, hesab et ki olanları hamısı yuxu imiş, geri dön. Hem senden hem benden taleyin yüzü dönse, geri dön, geri dön, geri 93-cü ildə bacısını itirib, uşaqlıqda 5 yaşlı qardaşı dünyasını dəyişib, 2006-da atasını itirib, 2002-də qardaşını itirib. Yəni, dərd üstünə dərd gəlib də bu insan necə deməsin, Allah niyə? Əslində bu olmaz ha, amma inanın Allaha, insan olanda bir haykırtı olur. Yəni, mən bu qədər yükü çəkə bilmərəm, bu qədər ağrını, acını çəkə bilmərəm axı. Bir qadın bu qədər də çiynində yük daşıya bilməz. Əslinə qalsa bilər, Allah deyir, mən heç kimə çəkə bilməyəcəyi yükü vermərəm. Amma insan hərdən sınır da, qolları sınır. Bu sujetin ardı da var, bilmirəm, rejissorumuz indi verəcək, yoxsa verməyəcək, birazdan yayımlanacaq. Amma bugün mən elə düşünürəm ki, Mehriban xanımın qardaşı rahatdır, ruhu rahatdır. Çünki onun övladlarına, onun nəvəsinə Mehriban xanım özü kimi baxır, öz balası kimi baxır. Bir daha Allah rəhmət eləsin söyləyirik. Doğrudan da çox ağırdır, dərd üstündə dərd gəlib. Bu arada bəs xanımın da anasına Allah rəhmət eləsin deyirəm. Allah rəhmət. Çünki insanın birsiz kim başa düşür. Doğrudan da onun ailəsində kimisə itiribsə, Bəli. onu başa düşə bilər. Milyonlarla insan bizə baxacaq. Mən bax bu sözü burada deyirəm. Baxacaqlar.
insanın ki ailəsində itki olmayıb, beləcə, nə olsun? Onsuz da bilirdilər həyat fanidir. Yəni, amma belə bir şey deyək də, inan o ziyarətə gedirik də, valideynimizin, qardaşımızın, hər kəs gedir. Amma inanın, orada elə bir məzarlıqlar görürsən ki, otu basıb, deyirsən ilahi, bunun yəni heç kimi yoxdur, var, sadəcə gəlmir. Amma biz elə evladıq, biz elə bacıyıq, biz elə qardaşıq. Onu unutsaq, sabah da onlarınki bizi unutacaq. Düzdür. Onlar bizim üçün gəlməyəcək. Və mən bugün, inanın, bax, zarmını səmimi qəlbdən deyirəm, mən evdəkiləri məcbur edirəm ki, gedin. Ya, bilsinlər ki, qəbristanlığa getmək lazımdır, ziyarət eləmək lazımdır. Çox gənclərimiz bunu bilmir. Bura indi... Və buradakı tamaşaçılarıma, məni sevən fanatlarıma, mən çox sağ ol deyirəm və baş əyirəm hər birinizin qabağında. Çox sağ olun, minnətdaram hamınıza.